Təsəvvür elə ki, bir insan sənin xətrinə dəyir və qəlbin çox pis şəkildə qırılır. Uzun müddət onun qırıqlığını yaşayırsan. Bəlkə də qəlbində o insana çox böyük bir nifrət hissi bəsləyirsən. Heç düşünmüsən ki, həyatının bir neçə günü ola bilər, bir neçə ili və yaxud da ayı, həftəsi ola bilər. Bu hissəsini bir insana nifrət etməklə keçirirsən. Səncə bu özünə qarşı olan haqsızlıq demək deyil? Bəlkə də düşünə bilərsən ki, normal bir şeydir, bu şəkildə getməlidir. Bəs mən o insana nifrət bəsləməyim? O mənə haqsızlıq edib, baxı, qəlbimi qırıb. Amma bir tərəfdən özünə haqsızlıq etmiş olursan. Əslində o anda o şəxsin bizə qarşı etdiyi davranışlar tam olaraq onun məsuliyyətində olmuş ola bilər. Amma hadisədən sonra bizim özümüzə necə davranmamız, hansı bir yolu tutub o istiqamətdə getməyimiz bizdən asılıdır. Ona görə də bizə haqsızlıq edən, bizə qarşı hörmətsizlik edən, qəlbimizi qıran insanlara soyuqqanlı şəkildə yanaşıb həyatımızın sonraki hissəsini özümüzə hörmət edərək yaşamağımız həyat keyfiyyətimizə birbaşa müsbət təsir göstərir. Bu bir seçimdir. İstəyirsən nifrət etmək istiqamətində get, istəyirsənsə özünə tərəf yönəl və hadisələrə fərqli yanaş.